Mən Salahov Səbuhi, Yevlax rayon Xaldan kənd sakini, fermer təsərrüfatına məşğul oluruq. Hal-hazırda biz qardaş gördüyünüz kimi taxıl əkəcəyik yerə. Yeri mala çəkirik. Bizim torpaqlar sözün açığı ağır torpaqlardır. Buna görə də texnikasını seçdik 1454-ü. Bu güclü texnikadır. Bizim torpaqların öhdəsindən bu texnikalar gələr. Bizim əvvəllər də 2 texnikamız olubdu. Onlar biraz zəif idi. Bu texnika həm komfortludur, həm kondisioneri, həm peçi, həm rahatçılığı, gücü də məmnunuq, gücü də yaxşıdır. Rahat texnikadır. Hal-hazırda taxıl əkini zamanıdır. Tüm fermerlərimizə bol məhsul, uzun ömür, can sağlığı, gün olsun bu ilimiz belə ruzili, bərəkətli olsun.